Kohalski ilə mübarizədən məğlub ayrılmışdı. Kohalski penaltini dəf etmişdi. Beləliklə 20-ci turun açılış oyunu başlayır və gəlin heyətlərlə Abbas dərhal yaxınlaşdı ona. Abdullah Zubir ötürmə Kamilo Duran'a. Kamilo Duran dərhal qapı önünə ötürmə edildi və Andrey Sinyenko topa yələndi burada. Və artıq sürətli bir şəkildə Qarabağ komandası topu oyuna daxil edir. Montiel'dən ötürmə başla zərbə Abdullah Zubir. Hesabı açmağa yaxın idi. Təkrara bir daha baxırıq. Ötürmə yaxşı alınmışdı. Zubir də burada rəqib müdafiəçidən yaxşı, həm də Viegas'dan yayına bildi. İmişlinin hücumunu izləyirik. Ötürmə edilir sağ cinaha. Viegas. Viegas'ın zərbəsi Buntic. Daha bir zərbə alınmadı. Daha bir zərbə Buntic. Fabian Buntic. Qarabağı qoldan xilas edir. Diogo Almeida. Üçüncüdən zərbə olacaq. İmişlinin az əvvəlki hücumunun təkrarını izləyirik. Hər şey buradan başladı. Əvvəlcə Viegas zərbəni vurdu. Buntic qaytardı. İkinci zərbə alınmadı və ardınca Diogo Almeida yaxın məsafədən başla çox da yaxşı zərbə vura bilmədi. Etiraf edək ki, çox da yaxşı zərbə deyildi bu. Zubir. Yenə birə-bir qalıb Rafael Viegas'la ötürmə Elvinə. Elvin və burada davam işarəsi verilir. Qurbanov oyunu diqqətlə izləyir. Bu mübarizənin sonunda Elvin Cəfərquliyev yıxılsa da Marko Yankovic qapı önündə ötürmə Bəhlul Mustafazadə hesabı açmağa yaxın idi. Bir daha təkrara baxırıq. Bəli, bu epizodda həqiqətən oyundan kənar vəziyyət var idi. Bir fürsət yaranan kimi Medina üçün fürsət, ötürmə mükəmməl alındı. Elvin Cəfərquliyev dəyərləndirə bilmədi bu epizodu. Amma Medina'nın necə mükəmməl ötürmə verdiyinə bir baxın. İdeal ötürmə vermişdi Kevin Medina. Çox ağıllı bir ötürmə idi Kevin Medina'dan. Elvin topu yaxşı qəbul edə bilməmişdi. Vuruşa qədər Qarabağın 42, İmişlinin 19. Xalavaridə Qarabağın hücumu Kamilo Duran və fürsət yaransa da son anda müdaxilə edildi. Almeida rəsmi xəbərdarlıq alır və bu da həmin o həlledici müdaxilənin deyərdim ki, elə ən yaxşısıydı Johnny Montiel. Cərmə zərbəsindən mükəmməl qol vurmuşdu. Montiel'dən ötürmə əla alındı. Zərbə indirilir və Sinyenko tahir oldu. Ötürmə anında ofsaydın olub-olmaması məsələsi bəlkə də müzakirə oluna bilər. Yaxşı zərbə idi. Sinyenko da burada səhvsiz oynadı. Top düz üzərinə getdi əslində. Yaxşı keçdi Sekel Morgan'ı. Kamilo Duran'dan ötürmə. Toral'ın zərbəsi və Sinyenko. Təkrara bir daha baxırıq. Top Toral'ın önünə düşdü. Toral Bayramov Qarabağın bu mövsümdə çempionatda ən məhsuldar futbolçusudur yeri gəlmişkən. Toral. Mərkəzə ötürmə. Kadi. Zubir. Gərginlik yaşandı. Kadi və İmişli futbolçular qırmızı vərəqə. Qırmızı vərəqə göstərildi Kadiyə. Təkrarı biz izləyəcəyik. Bax, burada topu ötürdükdən sonra iki futbolçu arasında gərginlik yaşandı. Bir daha baxaq. Topu ötürdükdən sonra bu məqamda Kadi ilə rəqib futbolçu arasında həmin o gərginlik yaşandı. Bu da fərqli rakursdan epizod. Bax, burada topu ötürdükdən sonra bu təmas yaşandı. Gözləmirdilər. Hava ötürməsi edilir. Almeida və Kevin Medina. Topu qapıdan çıxarır demək olar ki. Hücumun təkrarına bir daha baxırıq.
Yox, əslində qapı ilə Medin arasında fərq var idi və Qarabağ hesabı açır. Musa Qurbanlı. Maçın 79-cu dəqiqəsində Qarabağ azlıqda qala-qala bu görüşdə hesabı açır. Bir daha baxırıq. Başla fərqləndi Musa Qurbanlı. Hər kəsi qabaqladı. Andrey Sinyenko da aciz qaldı bu zərbə qarşısında. Unutdular orada imişli futbolçuları Musa Qurbanlını. Başla əla zərbə vurdu Musa Qurbanlı. Viegaş və Bundic. Yenə də iki gözəl hərəkət. Həm Viegaşın zərbəsi, həm də Bundicin seyvi. Azər Salahlı topu bu dəfə yaxşı qaldırdı. Top ötürülən yerdə İmişlidən bir kəs yox idi. Juninho'dan ötürmə və inanılmaz vəziyyət burada. Hətta İmişlinin futbolcusu cərbə meydançasında yerə yıxılır. Cavid Cəlilov davam işarəsini verir. Təkrara bir daha baxırıq. Juninho'nun ötürməsi. Təkrar bizə təqdim olunacaq. Hazırdır, izləyirik. Bax, burada Almeida yıxıldı. Etirazını bildirdi. Epizod bitdikdən sonra, bəli, burada açıq aydın görünür. Etirazına davam etdirdiyi üçün Diogo Almeida'ya ikinci sarı vərəqə göstərir. Abbas Ağazadədən irəli ötürmə. Toral hava mübarizəsindən qalib ayrılır və beləliklə Qarabağ çox çətin keçən bir görüşdə İmişli üzərində minimal hesablı qələbə qazanır. Musa Qurbanlının 80-ci dəqiqədə vurduğu gol sayəsində Qarabağ bu səfər maçından 3 xalla ayrılır və bu qələbə ilə Qarabağ xallarının sayını